mən həmişə deyirəm, yaxşı professional cərrahın işlədiyi yer yaşadığı yerin yaxınında olmalıdır. Həkimlərin ən çox gecə yuxusuz qaldığı anlar hansılardır? Həkimlərin yuxusuz qaldığı anlar, bəli, yuxusuz qalan anlarımız olur. Xəstələrin təhlükəli anları olur ki, biz o gecəni yata bilmirik, hətta yanında qalmalı oluruq. Gecə səhərə qədər narahat qalırıq ki, birdən qanaxma riski ola bilər, birdən digər problemlər çıxa bilər və yaxud da həyati təhlükə ola bilər. Onda, bəli, istər evdə olsaq, evdə də səksəkə ilə yatırıq və hər dəqiqə telefon zəngini gözləyirik. Ona görə mən həmişə deyirəm, yaxşı professional cərrahın işlədiyi yer yaşadığı yerin yaxınında olmalıdır. Çünki gecə saat 3-də və yaxud da 4-də bir hadisə baş versə xəstəsi ilə bağlı, özünü 5 dəqiqəyə çatdırmağı bacarmalıdır. O uzaq məsafədə olmaq özünü doğrultmadı. Mənim də özümün də başıma gəldi ki, mən özüm Sumqayıt şəhərində yaşaya-yaşaya gedib Bakıda əməliyyat elədim. Sonra gəlib evə çatanda zəng eləyirlər ki, xəstədə qanaxma var. Və mən buradan təzədən ora qayıdınca 1 saat yarım mən məcburam telefonda ancaq oradakı həkimlərə göstəriş verəm ki, nələr eləsin. Ona görə cərrahın evi öz işlədiyi yerə yaxın olmalıdır ki, gecə yuxusuz qalsa da rahat olsun və yardımı vaxtında eləyə bilsin. Əgər o yardımı özündən başqa heç kəs edə bilmirsə. Çünki elə vaxt olur ki, elə bir əməliyyat spesifikliyi olur ki, orada yardımı ancaq əməliyyat eləyən cərrah yardım göstərə bilər. Kənar adam onu eləyə bilməz. Demirəm, o reanimatoloq yardım göstərəcək, ilkin yardım eləyəcəklər. Amma professional yardımın aparılmasını müalicə həkiminin özü gəlib eləməlidir. Ona görə də yuxusuz gecələrimiz olur və çox olur. Bundan biz yorulsaq da zövq alırıq.